Oruç tutanda insan nələri xatırlamalıdır? Buyurur, Ramazan ayında ac-susuz qalaraq qiyamət gününün aclıq və susuzluğunu xatırlayın. Yəni, əslində Ramazan ayındakı müəyyən müddət insan gün ərzindəki ac-susuz qalır. Bu bizə nəyi xatırlatmalıdır? Sanki Peyğəmbər onu yadımıza salır ki, bu aclıq, susuzluğu, bu aclıq, susuzluqla biz qiyamətin aclığın, susuzluğun ki, heç kəsə orada heç nə verilməyəcəyi bir yerdə o aclıq, susuzluğu gözümüzün önünə gətirməliyik. Sonra Peyğəmbər sallallahu başlayır o aclığı, susuzluğu xatirinə gətirən, xatırlayan şəxslərə hansı əməlləri icra eləməlidir, hansı işləri görməlidir, onları xatırladır. Buyurur, aranızdakı ehtiyaclı və yoxsul insanlara əl tutun. Təsəvvürün Peyğəmbər sallallahu elə ifadələşdirir ki, bir nəfər belə nəzərdən qaçmır. Ehtiyaclı və yoxsul insanlar. Buyurur, böyüklərinizlə bu ayda hörmətlə davranın. Uşaqlarınıza nəvaziş göstərin. Ehtiyaclı yoxsul insanlar, böyüklər, kiçiklər. Sonra buyurur, yaxınlarınıza baş çəkin. Qohumlar, yaxınlar, əzizlər və onlara yardım eləyin. Yəni, təkcə baş çəkmək yox, bu ayda onlara baş çəkməklə yardım əli uzadın. Bura qədər nə etməliyik, onu buyurdu Həzrət Peyğəmbər. Bundan